Naxçıvan Muxtar Respublikası son illərdə sosial-iqtisadi inkişafın yeni mərhələsini yaşayır. Dövlət proqramları çərçivəsində həyata keçirilən geniş miqyaslı layihələr iqtisadiyyatın müxtəlif sahələrində müsbət nəticələrin əldə olunmasına, infrastrukturun müasirləşdirilməsinə və əhalinin rifahının yüksəldilməsinə mühüm töhfə verir. Muxtar Respublikada həyata keçirilən islahatlar iqtisadiyyatın şaxələndirilməsi, istehsal potensialının artırılması, sahibkarlığın inkişafı və yeni investisiyaların cəlb edilməsinə yönəlib. Yol nəqliyyat infrastrukturu yenilənir, enerji və kommunal xidmətlər yaxşılaşdırılır, sosial obyektlər tikilir və regionun inkişaf imkanları daha da genişlənir. Naxçıvanın əlverişli coğrafi mövqeyi, zəngin təbii resursları və mövcud iqtisadi potensialı onun strateji əhəmiyyətini artırır. Bugün həyata keçirilən layihələr təkcə regionun daxili inkişafına deyil, həm də Azərbaycanın ümumi iqtisadi strategiyasına və regional əməkdaşlığın genişlənməsinə xidmət edir. Zəngəzur dəhlizinin tam fəaliyyətə başlaması ilə avtomobil yolu, dəmir yolu və digər bağlantılarla Naxçıvan Azərbaycan ərazisinə birləşəcək və bu maneəsiz və çoxmodallı bağlantı olacaqdır. Çoxmodallı bağlantı dedikdə təbii ki, burada fibr optik kabellərin çəkilməsi, cənab prezidentin qeyd etdiyi kimi gələcəkdə bəlkə də neft və təbii qaz boru kəmərlərinin çəkilməsi də burada reallaşa bilər. Beləliklə Naxçıvan eyni zamanda Avropanı Asiya ilə birləşdirən orta dəhlizin əsas həlqələrindən birinə çevriləcək. Təbii ki, bu yolların ətrafında iqtisadi fəallığı artıracaq, yeni iş yerlərinin yaradılması, turizm, ticarət, mədəni mübadilə və insanların da rifahı artacaqdır. Statistik rəqəmlər də göstərir ki, özəlliklə son dövrlərdə Naxçıvanda hər bir sahədə böyük inkişaf özünü göstərir və təbii ki, Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri regionların sosial-iqtisadi inkişafını sürətləndirmək və burada əməli nəticələr əldə etməkdir. Naxçıvanda sənaye sektorunun inkişafı istiqamətində mühüm addımlar atılıb. Yeni istehsal müəssisələrinin yaradılması, yerli istehsalın genişləndirilməsi və məhsulların bazara çıxış imkanlarının artırılması sənaye və ticarət potensialını gücləndirib. Kənd təsərrüfatı sahəsində fermerlərə göstərilən dövlət dəstəyi, müasir suvarma sistemlərinin tətbiqi və aqrar sahədə aparılan yeniliklər istehsalın artmasına müsbət təsir göstərib. Sosial infrastrukturun yenilənməsi də davam etdirilir. Yeni təhsil və səhiyyə müəssisələrinin istifadəyə verilməsi, yaşayış məntəqələrində infrastruktur layihələrinin həyata keçirilməsi və yeni iş yerlərinin yaradılması əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edir. Naxçıvan Azərbaycanın yaşıl enerji zonalarından biri hesab olunur. Elektrik avtobuslarından və günəş enerjisindən istifadənin genişləndirilməsi ilə Naxçıvanın 2050-ci ilə qədər xalis sıfır karbon emissiyalı əraziyə çevrilməsi potensialı var və bu istiqamətdə artıq biz öhdəliklər götürmüşük. Sumqayıtdan sonra ölkədə ikinci böyük sənaye parkı olacaq Naxçıvan sənaye parkının və burada 300 meqavatlıq istilik elektrik stansiyasının təməlinin qoyulması Muxtar Respublikasını elektrik ixracatçısı çevirəcək. Yaşıl enerji zonası olması ərazinin, həmçinin burada 500.000 meqavat günəş enerjisi potensialından geniş istifadə hədəflənir. Bu isə Azərbaycanı təbii ki, bu sahədə regionda lider edir. Naxçıvanda biz bilirik ki, çox geniş şəkildə bir sənaye istehsalı qumu prosesi baş veribdir. Həmçinin ölkəmizdəki sənaye parkları içərisində Naxçıvanda əsası qoyulmuş sənaye parkı xüsusi əhəmiyyətə malikdir və özəlliklə Naxçıvan sənaye parkının rezidentləri üçün dövlət tərəfindən müxtəlif güzəştlərin təqdim edilməsi buranın potensialının hər il daha da artacağını söyləməyimizə əsas verir və təbii ki, sənaye istehsalının güclənməsi, ixrac yönümlü iqtisadiyyatın Naxçıvanda hər gün daha da inkişaf etməsi, dövlətin Naxçıvanın inkişafı ilə bağlı ortaya qoyduğu önəmli mövqe və həmçinin iradə Naxçıvanın hər gün daha da inkişaf etməyinə rəvac verir. Naxçıvan Muxtar Respublikasında həyata keçirilən sosial-iqtisadi layihələr regionun inkişafında yeni mərhələnin əsasını təşkil edir. Sənayenin inkişafı, kənd təsərrüfatının modernləşdirilməsi, müasir infrastrukturun qurulması və məşğulluğun artırılması istiqamətində görülən işlər dayanıqlı inkişaf üçün möhkəm zəmin yaradır. Muxtar Respublikanın strateji mövqeyi onun region üçün iqtisadi və nəqliyyat baxımından əhəmiyyətini daha da artırır. Burada həyata keçirilən və perspektivdə nəzərdə tutulan layihələr Azərbaycanın beynəlxalq nəqliyyat, logistika və ticarət imkanlarının genişlənməsinə mühüm töhfə verir. Bu baxımdan Naxçıvanın inkişafı təkcə ölkə daxilində deyil, region və daha geniş coğrafiya üçün də xüsusi əhəmiyyət daşıyır.
Yeni müəssisələrin yaradılması, sahibkarlığın dəstəklənməsi, sosial obyektlərin tikintisi və məşğulluğun artırılması əhalinin rifahının yüksəlməsinə, işsizliyin azaldılmasına və sosial sabitliyin möhkəmlənməsinə xidmət edir. Həyata keçirilən layihələr göstərir ki, Naxçıvan Muxtar Respublikası iqtisadi potensialını daha səmərəli reallaşdıraraq Azərbaycanın ümumi sosial-iqtisadi inkişafında mühüm rol oynamaqda davam edir. Fərid Yusifov, APA TV.